müzakirələrə başlaya bilərik. Hərbi ekspert Ramil Məmmədli studiyamızdadır. Ramil bəy, xoş gəlmişsiniz. Xoş gününüz olsun, Rəhman bəy. Təşəkkür edirəm. Artıq 33-34 gündür ki, İsrail-ABŞ-İran müharibəsi davam edir. Çox gərgin şəraitdə biz bu hərbi əməliyyatların getdiyini şahid oluruq. Çünki müntəzəm olaraq mülki şəxslərin xəsarət alması ilə bağlı da xəbərlər tez-tez gəlir. Həm İran tərəfdən, həm də İsrail tərəfdən. Eyni zamanda Körfəz ölkələrində bəzi obyektlərin vurulmasından sonra da mülki şəxslərin əziyyət çəkdiyinin şahid oluruq. Hazırda hərbi mənzərəni təsvir etsək, hansı məsələləri xüsusilə ön plana çəkməliyik? Amerika Birləşmiş Ştatlarının quru əməliyyatları, yoxsa digər istiqamətlər? Bir daha təşəkkür edirəm. Ümumiyyətlə, bu müharibə öz spesifikliyi ilə fərqlənir, özəlliyi ilə fərqlənir. Məsələ burasındadır ki, bu günə qədər olan müharibələrin böyük əksəriyyəti qısa müddət sonra, çox qısa müddət sonra, təxminən bir 10 gün sonra yerüstü əməliyyatların başlanması ilə davam edib və müharibənin, klassik müharibənin formatını biz həmin müharibələrdə görə bilmişik. Lakin bu müharibə, sizin də qeyd etdiyiniz kimi, artıq 30 gündən artıq bir müddətdir ki, Amerika Birləşmiş Ştatları və İsrail İranın strateji saydıqları obyektlərə, məntəqələrə raket zərbələri indirirlər. Həm aviasiyadan, döyüş təyyarələrindən, həm də taktik raketlərdən istifadə edərək. Həmçinin İran öz arsenalında olan raketlərdən istifadə edərək, raket və dronlardan istifadə edərək, qarşı tərəfin, yəni İsrailin strateji məntəqələrini, strateji saydığı məntəqələri və həmçinin Amerika Birləşmiş Ştatlarının bölgədə olan hərbi təyinatlı obyektlərinə zərbələr endirirlər. Gözləntilər əslində çox qısa bir müddət ərzində yerüstü əməliyyatların başlanması idi. Daha doğrusu, Birləşmiş Ştatların bu prosesi paralel olaraq aparacağı idi. Lakin müharibənin qaydalarını sanki Amerika Birləşmiş Ştatları dəyişdi və bilmirəm səbəb nədir. Amerika dəyişdi, yoxsa İran yanaşması ilə dəyişdi? Birinci mərhələ olaraq, yəni hücumun formatı, müharibənin başlanma forması bu ənənəvi deyildi. Yəni, ənənəvi müharibələrdə ölkə ərazisinə daxil olmaq üçün hücum etdiyin ölkənin birinci və ikinci müdafiə eşalonlarını sıradan çıxardaraq yerüstü əməliyyatları həyata keçirtmək idi. Necə ki, biz bunu, deyək ki, daha əvvəllər İraqda görmüşük, Amerikanın əməliyyatlarında, sonra Ukraynada görmüşük, yəni Rusiyanın Ukrayna daxil olması hücumunda görmüşük və s. Yəni, bunun sayını artırmaq mümkündür. Amma burada fərqli bir situasiya yarandı. Mən izah üçün deyim, yəni məlumat üçün deyim ki, bütün proseslərdə, o cümlədən də müharibələrdə bir ağırlıq nöqtəsi var. Yəni, bir əsas strateji məqsəd var. Məsələn, Azərbaycan ordusu əməliyyatlara başlayan zaman, yəni 2-ci Qarabağ müharibəsində qarşısına qoyduğu əsas məqsəd Şuşanı işğaldan azad etmək idi və həmin Şuşaya qədər olan əraziləri təmizləmək idi. Yəni, ağırlıq nöqtəsi, məntəqəsi Şuşa idi. Burada isə Amerikanın həyata keçirdiyi əməliyyatda isə ağırlıq nöqtəsi İranın rəhbəri və hakim şəxslər, yəni müdafiə naziri, baş qərargah rəisi və s. oldu. Bu isə bəlkə də hansısa bir başqa bir forma fikirləşilir, amma bu ənənəvi olmadığına görə hazırki vəziyyətdə bu izah olunmaz forma yaradır. Çünki bir ay bundan əvvəl öldürülən bu şəxslər, yəni rəhbər şəxslərdən sonra müharibənin effektiv davam etməsi üçün heç bir informasiya yoxdur, nəticə yoxdur. Biz, deyək ki, bölgə ölkəsiyik və yaxud da İranlı ekspertlər, deyək ki, tərəf olaraq mövqe nümayiş etdirə bilərlər. Amma bunu Amerikalı mütəxəssislər, Avropalı, qərb mütəxəssisləri də müharibənin bu formadakı
bu formadakı hazırki vəziyyətinin izahını tapa bilmirlər. Yəni, sadəcə olaraq raketlərdən istifadə etməklə İranı təslim olmağa məcbur etmək kimin addım, bunun hansı formada effektli olacağı da izah olunmur. Yəni, hər halda bu görünən odur ki, effekt vermir. Görünən odur ki, bu effekt vermir və son bir ay ərzində həm Birləşmiş Ştatların prezidenti, həm müharibə naziri, həmin ölkənin müharibə nazirinin dilindən 4-5 dəfə İranın raket potensialının, dron potensialının, arsenalının bitdiyinə dair və yaxud da bitməsinə az qaldığına dair fikirlər səsləndirilir, informasiyalar səsləndirilir. Hər halda bu adamlar da ciddi şəxslər hesab olunur. Yəni, ölkənin rəsmi, əsas şəxsləridir. Amma əksini biz görürük və ondan bir gün sonra, deyək ki, İran tərəfi raket zərbələrinin sayını artırır. Hazırki vəziyyəti necə izah etmək olar? Amerika Birləşmiş Ştatları bölgəyə piyada qoşun növlərini gətirir. Və paralel olaraq da Qərb ölkələri ilə danışıqlar aparır ki, bu əməliyyatda ona dəstək versinlər. Qərb ölkələri isə bir-birinin ardınca İspaniya, İtaliya, Fransa, İsveç və digər ölkələr, Almaniyada da bilirik ki, bunu etirazla qəbul edilir. Bu ölkələr yerüstü əməliyyatlarda, ümumiyyətlə əməliyyatlarda iştirak etmədiklərini açıq şəkildə bəyan ediblər. Ən azı hazırki mərhələdə. İkinci bir məsələ, 1,65 milyon kvadrat kilometr ərazidə hərbi əməliyyatların aparılması üçün lazım olan qoşun növünün, şəxsi heyətin, canlı qüvvənin sayı qarşıda müdafiəni təşkil edən ordu birləşmələrinin sayından minimum 3 dəfə çox olmalıdır. Minimum 3 dəfə çox olmalıdır. Biz nəyi görürük hazırda? Biz görürük ki, İran ordusunun hər gün səhər-səhər, belə deyək, bu sadə dillə desək, sıraya qoyduğu, sırada dayanan ordu birləşməsinin, silahlı qüvvələrinin şəxsi heyətinin sayı təxminən 1 milyon nəfərə yaxındır. Yəni, rəsmi açıqlamalara görə 350-400 min İslam İnqilabı Keşikçiləri Korpusudur, yəni Sepahdır, bir o qədər ordudur, bir o qədər təxminən digər qoşun növləridir və s. Və bunun ümumi sayı 1 milyon nəfərdir. Amerika Birləşmiş Ştatlarının bölgəyə hazırda gətirdiyi qoşun növlər, şəxsi heyətin sayı təxminən yolda olanlarla birlikdə 20 min nəfərdir. Və ehtimal var idi ki, radikal Kürd birləşmələri də İranın Kürdistan bölgəsindən, Azərbaycan bölgəsindən içəriyə daxil olaraq hərbi əməliyyatlarda iştirak edəcəklər, dəstək verəcəklər. Bu da inandırıcı deyil, çünki İraq bölgəsində İrana bağlı olan Həşd-i Şabab birləşmələri İraq Kürdistanı ərazisində, sahəsinə yaxın ərazidə mövqe tutublar və onlar da belə olan təqdirdə həmin əraziyə daxil olacaqlarını bəyan edirlər. Bir sözlə, bu qoşun növü ilə, yəni 20 min, 50 min şəxsi heyətlə 1,6 milyon kvadrat kilometrdə hərbi əməliyyatların, yerüstü hərbi əməliyyatların effektiv aparılması mümkün deyil. Məsələn, elementar bir məqamı qeyd edeyim. Çox kiçik bir ərazidə, deyək ki, Ağdam, Tərtər və Goranboy, Ağdərə istiqamətində Azərbaycan ordusunun 3 briqadası var idi. Bu briqadaların şəxsi heyətinin sayı minimum 2000 nəfər idi. Yəni, siz kiçik bir ərazidə, yəni təbii ki, İran o əməliyyatla müqayisədə deyirəm, o ərazidə əgər biz 6000-lik ön cəhbə, ön xət briqadası saxlayırdıqsa, Vətən müharibəsindən əvvəl, daha əvvəl saxlayırdıqsa və eyni sayda da biz ehtiyat briqadaları həmin istiqaməti yaxın yerlərdə dislokasiya etmişdik. İran istiqamətində də Amerika Birləşmiş Ştatlarının effektiv hərbi əməliyyatlarının həyata keçirilməsi üçün mən hesab edirəm ki, ən azı bir istiqamətdə, deyək, təxminən 150, 200, 300 min civarında şəxsi heyət bu istiqamətdə hərbi əməliyyatlara cəlb olunmalıdır.
hərbi əməliyyatlar başlayandan sonra nələr baş verəcək, hansı hadisələr baş verəcək, artıq bu görünəndir. Bəlli olur ki, İran buna da hazırlaşıb. Bu əməliyyatların, yəni İranın yerüstü əməliyyatlarının qarşısını almağa da hazırlaşıb. Mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarında yerüstü əməliyyatların həyata keçirilməsi ilə bağlı qəti qərar yoxdur. Sanki bəzi şeylərdən çəkinirlər. Problem budur. Amma bu çəkindikləri detallar nədir? Vyetnam müharibəsindən sonra Amerika Birləşmiş Ştatları tək heç bir hərbi əməliyyatlarda, müharibədə iştirak etməyib. Bütün əməliyyatlar koalisiya şəklində olub, ittifaq şəklində olub, müttəfiqlər formatında olub. Burada əlbəttə İsrail faktoru var, amma İsrail ordusunun şəxsi heyəti, İsrailin hərbi potensialı yerüstü əməliyyatlarda İranda istifadə olunacaq səviyyədə deyil. Bir sözlə, Amerika hazırda yerüstü əməliyyatların həyata keçirilməsi ilə bağlı bir ehtiyatla davranır. Bu məsələdə ehtiyatla davranır və düşünürəm ki, bu daha çox təhdid xarakteri daşıyır. İrana qarşı təhdid xarakteri daşıyır və qarşıdan gələn bir ay müddətində, çünki müharibənin qısa zamanda bitəcəyi də hiss olunmur, bir ay müddətində Amerikanın bölgəyə gətirdiyi canlı qüvvənin sayı artıq bizə imkan verəcək ki, bununla bağlı biz konkret qəti qərarımızı, fikrimizi söyləyək. Çünki yerüstü əməliyyatların yerüstü əməliyyatlara hazırlıq dövrü bu bir ay ərzində mümkün deyil. Hər halda İran özü də hazırlaşır da. Yəni bu xəbərlər İran varsa, çoxdan hazırlaşır. Xarqda hazırlaşır. İran 12 günlük müharibədən sonra həm belə deyək, raket müharibələrinə də hazırlaşıb, dron müharibəsinə də hazırlaşıb, yerüstü əməliyyatlara da hazırlaşıb və onun ordu birləşmələrinin avtonom şəkildə hərbi əməliyyatlara aparmaq səlahiyyəti də var və biz bunu hazırki müharibə əməliyyatlarında görürük. Yəni, korpuslar üzrə, ordu birləşmələri üzrə avtonom hərbi əməliyyatları davam etdirmək səlahiyyəti. Ramil bəy, çox maraqlı bir məqam var. Əslində Donald Trump NATO-nu, xüsusən də Avropa ölkələrini tənqid eləmişdi Hörmüz boğazının açılması istiqamətində dəstək olmamağa görə və ardınca vurğulamışdı ki, belə getsə Amerika Birləşmiş Ştatları NATO-dan çıxacaq. Fransanın bir açıqlaması var. Fransa Müdafiə Nazirliyinin ABŞ prezidenti Donald Trump'ın Amerikanın NATO-dan çıxa biləcəyi ilə bağlı açıqlamasına cavabını səsləndirib. Deyir, NATO Avro-Atlantik məkanda təhlükəsizliyi təmin etmək üçün yaradılmış bir hərbi ittifaqdır. Hörmüz boğazında beynəlxalq hüquqa zidd əməliyyatlarda əməliyyat aparmaq məqsədi daşımır NATO-nun fəaliyyəti. Belə baxanda məntiqlə, nizamnamə ilə düz deyilir. Amma digər tərəfdən bunun cavabı da çox ağır oldu Donald Trump'a. Amerika Birləşmiş Ştatları olmadan NATO-nun gələcəyi mümkündür, yoxsa yeni dünya düzənində NATO-suz da keçinmək olar? Çox maraqlı bir məqama toxundunuz, həddindən artıq maraqlı. Əslində bu mübahisəli mövzudur indi mənim danışacağım. Macron Fransada hakimiyyətə gəldikdən sonra, yəni onun komandası hakimiyyətə gəldikdən sonra, qısa müddət sonra belə bir təkliflə çıxış etmişdi. Gəlin Avropa Birliyinin vahid ordusunu yaradaq. Və bundan sonra, bu bəyanatdan sonra, bu təklifdən sonra Parisdə yaşıl jiletlilərin bir etiraz aksiyaları başladı. Təxminən bir neçə ay bu proses çəkdi və məqsəd də Macron iqtidarını zəiflətmək idi. Yəni, Fransanın bu ideyasını zəiflətmək idi. Biz bilirik ki, Fransa Avropanın həm kulturoloji baxımdan, mədəni baxımdan, həm də siyasi baxımdan flaqman əsas ölkələrindən biridir. Hətta deyərdim ki, birincisidir. Və Fransa bir çox siyasi, Avropada gedən bir çox siyasi proseslərin öncüllərindən biri olub. Və hesab edirəm ki, Fransanın bu fikri, yəni Fransa Müdafiə Nazirinin bu fikri əslində Fransa dövlətinin
qərarıdır, fikridir və bu açıqlamadan doğan təhlil isə onu göstərir ki, Fransa artıq Avropada yeni hərbi birliyin, Avropa Birliyi çərçivəsində yeni hərbi birliyin yaradılması istiqamətində danışıqlara başlayıb. Və əgər belə olmasaydı, İtaliya rəsmi şəkildə öz hava məkanını və aerodromlarını, aeroportlarını Amerika üçün İrana qarşı istifadəsinə qadağa qoymazdı. Qarşısı bağlayıb. İspaniya həmçinin eyni addım atıb və digər ölkələr də. Mən hesab edirəm ki, Avropa Birliyinin Ukrayna müharibəsindən sonra hərbi büdcəsinin artırılması ilə bağlı verdiyi qərar ki, ümumilikdə 1 trilyon avroya çatdırılması nəzərdə tutulur. Avropa Birliyinin ümumi hərbi büdcəsinin, illik hərbi büdcəsinin bu qərardan sonra Avropa Birliyi addım-addım artıq vahid ordu birləşməsinin yaradılmasına doğru gedir. Və bu birinci addımdır. Artıq biz görürük ki, şartlar görünür ki, Avropa Birliyi Amerikadan xilas olmaq üçün iqtisadi asıllığını artıq aradan qaldırıb, yoxdur. Pul vahidi olaraq, əskinas olaraq asıllıq yoxdur. Çünki Avropa Birliyinin hər yerində avro istifadə olunur. Hətta Avropa Birliyinə daxil olmayan ölkələrdə də ikinci valyut olaraq avro istifadə olunur Avropada. Bu asıllıq aradan qalxır və ordu ilə bağlı, hərbi məsələlərlə bağlı da asıllığı aradan qaldırmağa çalışır. Etiraf edək ki, məsələn, Almaniya bugün Amerikanın işğalı altındadır. Bunu demək lazımdır. Almaniyada Amerikanın, Amerika Birləşmiş Ştatlarının müxtəlif rəqəmlər səsləndirilir. 30-40 mindən artıq şəxsi heyəti olan ordu birləşməsi yerləşir. Eyni formada digər Avropa ölkələrində də, İtaliyada da və digərlərində də bu ordu birləşmələri dislokasiya olunub 2-ci Dünya müharibəsindən sonra. Bu ordu birləşmələri ölkələrin müstəqil siyasət yürütməsinə və ümumilikdə Avropa Birliyinin müstəqil hərbi siyasi qərarlar verməsinə mane olur. Bu bir tərəf, bir amil. İkinci amil isə gəlin diplomatik münasibətlərin tarixinə baxaq. Bir, Avropa ölkələri ilə Amerika Birləşmiş Ştatları yarandıqdan sonra bunların arasındakı diplomatik münasibətlər nəyə dayanırdı? Təhdidə, qorxuya və asıllığa, iqtisadi asıllığa, hərbi asıllığa, müdafiə sənayesi sahəsində hərbi texniki asıllığa dayanırdı. Avropa Birliyi ilə və daxil olan ölkələrlə, məsələn Fransa ilə, İtaliya ilə, İran arasında diplomatik əlaqələrin əsasında nə dayanır? Ticari münasibətlər, iqtisadi münasibətlər və həm də siyasi maraqlar, ortaq siyasi maraqlar. Və bu iqtisadi, siyasi və digər amillər, maraqlar, yəni ortaq maraqlar neçə yaşı var? Yəni əsrlərdir, yəni təxminən 10 əsrə yaxındır bu iqtisadi münasibətlər formalaşıb və Fransa ilə xüsusilə dərin münasibətlər var. Yəni Amerika İrana sanksiya tətbiq etdiyi dövrdə Fransa İranda zavodlar, fabriklər, sənaye müəssisələri inşa edib. Birgə layihələri icra olunub, birgə istehsal müəssisələri yaradılıb. Faktiki olaraq İran neftini, İranın enerji məhsulları açıq demək lazımdır. Omanda mənşəyi dəyişdirilirdi. Ondan sonra Qırmızı dəniz, Süveyş kanalı vasitəsilə Aralıq dənizinə, oradan isə Avropa ölkələrinə göndərilirdi və həmin Avropa İran nefti ilə öz tələbatlarını təmin edirdi. Hazırki vəziyyət faktiki olaraq Avropada ciddi problemlər yaranır. Bir, Avropa və Rusiya arasında münaqişənin formalaşdırılması Amerika tərəfindən, Amerika Birləşmiş Ştatları Ukrayna məsələsində aktiv mövqe nümayiş etdirdi. Ukraynada möhkəmləndi, gücləndi və Rusiyanın faktiki olaraq Ukraynaya daxil olmasına təkan verdi. Yəni, bu ola bilərdi ki, 20 il sonra olsun, amma indi təkan verdi. Nəticədə Rusiya və Avropa arasında ciddi
problemlər yarandı. Eyni formada da bu gün İran. Faktiki olaraq Amerika Birləşmiş Ştatlarının Rusiya ilə və İranla həyata keçirdiyi bu qarşıdurmalardan əsas əziyyət çəkən bölgə, coğrafi bölgə Avropadır. Avropa Birliyidir və ona daxil olan ölkələrdir. Bu arada Britaniyanın neft və təbii qaz nəhəngi BP-nin İraqın şimalındakı yanacaq anbarına pilotsuz hücumlar, yəni pilotsuz təyyarələrin hücumları həyata keçirilib. Mən hazırda istəyərdim o kadrları, hansı ki hücumlardan sonra qeydə alınan kadrlardan söhbət gedir. İzləyək, bu ən son, ən yeni kadrlardır. Bir daha vurğulayaq. Britaniyanın neft və təbii qaz nəhəngi BP-nin İraqın şimalındakı yanacaq anbarına pilotsuz təyyarələrlə hücum olub. Nəticədə bu görüntülərin şahidi olmuşuq. Ümumiyyətlə, bu təəccübləndirmir artıq. Müharibə başlayandan bəri bir neçə dəfə enerji resurslarına, infrastrukturuna və digər infrastrukturlara zərbələrin şahidi olmuşuq. Sadəcə enerji nəhəngi Britaniyanın BP şirkətinin hər hansısa bir ərazisinə və istiqamətinə zərbələrin endirilməsi bəzən bir balaca təəccüblü gəlir. Gəlin bunu da biraz şərh eləyək. Maksimum 2 dəqiqə vaxtımız var, onu da diqqətinizə çatdırın. Burada İranın məqsədi Britaniyanın bu müharibəyə qoşulmasından çəkindirməkdir. Axı Britaniya dedi, mən qoşulmuram onsuz. Britaniya qoşulmuram desə də, Britaniyanın sualtı gəmisi İran körfəzinə yaxın əraziyə gələrək həmin ərazidə yerləşib. Yəni, ehtimallar var ki, hansısa bir mərhələdə Böyük Britaniya bu müharibədə iştirak edə bilər. Bu baxımdan Böyük Britaniyanın müharibədə iştirakını çəkindirmək üçün, qarşısını almaq üçün onun regiondakı iqtisadi strukturlarına bu şəkildə zərbələr indirilir. Biz dünən İran belə deyək, ordu komandanlığının Amerikaya bağlı olan Amerikanın şirkətlərinə zərbə indirəcəklərinə dair açıqlamasını gördük. Hesab edirəm ki, bu həm də Britaniyaya aiddir. Ümumiləşdirilmiş formada demək istəyirəm ki, hazırki vəziyyətdə müharibənin qısa müddətdə bitəcəyinə dair hansısa şərhlərin verilməsi yanlış olar. Aydındır. Çox sağ olun. Təşəkkür edirik. Mən təşəkkür edirəm. Ramil bəy, hərbi tərəfdən şərh etdiyinizə görə qeyd edim ki, studiyamızın qonağı hərbi ekspert Ramil Məmmədli ilə danışdıq.